Xəbər verdiyimiz kimi Gədəbəy rayonunda məhkəmə qərarı olmadan vətəndaş Lalə Sultanovanın əmlakı dağıdılıb. Bununla bağlı Sultanova aidiyyatı qurumlara müraciət edərək köməklik göstərilməsini xahiş edib. Xalqazın məlumatına görə Gədəbəy rayonu Aytala kənd sakini Lalə Sultanova iddia edir ki, Afreyim evləri uçurdan Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. İcra edən isə icra hakimiyyətinin memarı Əlifzət Bayramovdur. Bununla bağlı Sultanova Əlifzət Bayramovun ifşa edici videosunu da sosial platformada paylaşıb. İddia olunur ki, Əlifzət Bayramov icra hakimiyyətinin işçisi olmasına baxmayaraq vəzifəsindən sui-istifadə edərək Gədəbəydə Başkənd gölünün ərazisində özü üçün restoran tikdirib işlədir. Həmin görüntüdə də məlum olur ki, qanunsuz olaraq restorana qaz xətti də çəkilib. Sultanova restorana gəldikdə Gədəbəy rayon icra hakimiyyətinin memarı Əlifzət Bayramov qaçmağa başlayıb. Məsələ ilə bağlı Bayramovdan açıqlama almaq mümkün olmadı. Belə ki, icra hakimiyyətindən də bildirdilər ki, onun otağında olan telefon nömrəsi işləmir. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Hamınıza buradan müraciət edirəm. Baxın, qaz trubasını görürsünüz. Qanunsuz tikilmiş obyektə qədər gedən qaz trubası görürsünüz, qaz çəkilibdir. Qaza qədər çəkilibdir. Bura icra başçısının sağ əli olan şəhərin memarı Əlifzət müəllimindir. Hal-hazırda o məni gördü ki, çəkiliş eləyirəm. Öz də obyektdəydi, maşını da paylaşacağam. Maşını da oradaydı. Məni görüb başladı qaçmağa. Qaçıb və mən onu çəkiliş eləmişəm, çəkmişəm. Əgər bu düzgün adamsa niyə qaçırdı? Niyə məni görüb üst tutdu qaçmağa? Çox xahiş edirəm. Əziz xalqım, əziz cəmaatım, hamınız baxın və qiymət verin. Deməli, bunlara hər şey olar. Bunlar obyektə qaza qədər çəkdiriblər. Tikintiyə qədər görürsünüz də, gölün kənarında tikintiləri görürsünüz. Hamısı tikintidir. Bura Başkənd ərazisidir, Başkənd gölüdür. Bütün Gədəbəylilər buranı tanıyır, Respublika ictimaiyyəti buranı tanıyır. Hamı bilir bura haradır. Vaxtı ikən bura anklav ərazi olub. İndi hal-hazırda Azərbaycan Respublikasının ərazi hüdudlarına daxildir. Baxın, görün burada qanunsuz qaz çəkilibdir. Buna cavab versin. İctimaiyyət qarşısında cavab versin, cənab prezident. Bunlara hər şey olar. Ölkəni talamaq, qanunsuz hər iş görmək olar, amma vətəndaşın xüsusi mülkiyyət hüququ olan torpaq sahəsində modul tipli evləri sökülməli idi, qanunsuz dağıdılmalı idi, Kamarxozun traktoru tərəfindən dağıdılmalı idi, heç bir səlahiyyəti olmadan. İctimaiyyətə yalan açıqlama verirlər ki, güya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib orada. Halbuki mənim əlimdə rəsmi arayış var ki, orada bir nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı iştirak etməyib. Məhkəmə qərarı olmayıb. Qanunsuz tikilidən söhbət gedə bilməz. Heç bir tikinti yoxdur mənim ərazimdə. Xüsusi mülkiyyətimdə olan torpaq sahəsidir. Modul tipli evlərdir. Turbaların üzərində yerləşdirilmişdir. Buna baxmayaraq Kamarxozun traktoru tərəfindən başçının göstərişi ilə Əlifzət müəllim şəxsən həyata keçirmiş, mənim evimi gəlib yerlə yesan eləmişdir. İndi baxın bu ərazilərə və baxın bu ərazilərdə baş verən qanunsuzluqlara. Əlifzət müəllimin qaçmağını da yerləşdirəcəm videoda, baxarsın necə qaçır. Məni görüb necə qaçır və göstərmək istəmir ki, bura onundur. Səhər tezdəndir, səhər saat 9-dur. Əlifzət müəllim öz şəxsi obyektindədir. Hardadır Əlifzət müəllim? Niyə çıxmır bayıra? Mənə saldı, sardadır. Özünüz gördüm sizdən. Gördüm də bu. Görüm anı. Yalan niyə danışıram ki mən? Zəhmət olmasa tərk edə bilərsən. Niyə tərk edirəm? Nə edirəm sizə mən burada? Sizə nəsə eləyirəm mən? İctimai yaşayış obyektidir. Mən burada nəsə eləyirəm? Açılış eləməmişik. Necə? Havazda açılış eləməmişik. Necə açılış eləməmişsiniz ki, restoran işləyir, fəaliyyət göstərir burada? Necə Əlifzət mənim niyə qaçdı gizləndi? Niyə gəlib mənim əmlakımı yerlə yeksan eləyir bu şəxs? Amma ki, özü qanunsuz burada fəaliyyət göstərir, qaza qədər çəkibdir burada. Niyə qoy cənab prezident görsün də bunları? Baxın ay cəmaat, Əlifzət müəllim məni görüb qaçır. Xüsusi obyektindən qaçır, şəxsi obyektindən. Saxla. Saxla, saxla. Niyə qaçırsınız ay Əlifzət müəllim? Ey icra hakimiyyətinin memarı, niyə qaçırsınız?
Hara qaçırsınız? Məlumat verin də, ictimaiyyətə informasiya verin də. Anlaştık. Yaxınlaşdırmışam, qaçır. Niyə qaçırsınız? Cənab memar. Hara qaçırsınız axı siz? Eybi yox, cənab prezident şəxsən baxacaq buna, Əlövsət müəllim. Niyə qaçırsınız? Səninki də qanunsuzdur, bax bura. Qaz çəkdirmisən, nə bura qanunsuz? Nə tər ki, qaz çəkdirmirsən qanunsuz, cavab verəsən cənab prezidentin qabağında. Yaxşı? Görün ay cəmaat necə qaçır. Niyə qaçır bu adam? Ha, yıxılıb eləyir. Yıxılacaq, özünü itirib. Eybi yox. Niyə qaçırsan? Alo. Gəl ictimaiyyətə açıqlama ver də. Gəlin açıqlama verin ictimaiyyətə. Gəlin cənab prezident açıqlama verin də. Görüm sən qanunsuz buranı nə ilə tikmisən? Yıxaram səni. Hansı vəsait hesabına tikmisən? Qaçırsan gölün qırağı ilə. Salam mənə. Əlifsət mən buradadır. Buralardadır.